Siyavuş Novruzovun torpaqların birləşdirilməsi ilə bağlı səsləndirdiyi fikir əslində kəndlərdə və kəndlər arasında ciddi narazılıqlar doğurub. Şəxsən bəndəniz Aybəniz İlqara bu barədə çoxlu mesajlar gəlir. Kəndlilərin etirazının əsas səbəbi isə budur ki, onların fikrincə torpaq məsələsində ən çox danışmalı olan insan elə torpağın sahibi və onu becərən adamdır. Çünki torpağın ağrısını da, ağırlığını da, çətinliyini də, sevincini də ən yaxşı kim bilir? Torpağın sahibi olan kəndli bilir. Bəzi adamlar uzaqdan baxıb deyə bilər ki, xırda təsərrüfatlarla inkişaf etmək çətindir. Torpaqlar birləşsə böyük imkan yaranar. Bəli, iqtisadi baxımdan iri təsərrüfatların müəyyən üstünlükləri ola bilər. Texnika, satış, bazara çıxış məsələləri daha rahat həll oluna bilər. Amma burada bir əmma var, bir həqiqət var. Kəndli razı olmadan, onun haqqı və iradəsi nəzərə alınmadan aparılan, istənilən dəyişiklik insanlarda narazılıq və ciddi narahatlıq yaradır. Çünki kəndlinin qorxusu təkcə torpağın ölçüsü ilə bağlı deyil, onun qorxusu sabah nə olacağıdır. Mənim əlimdə olan torpaq sabah kimin olacaq deyə kəndli düşünür. Mən bu torpağın sahibi kimi qalacağam, yoxsa sadəcə işləyən, nökər adama çevriləcəyəm. Belə düşüncələr kəndlini narahat edir. Uşaqlarımın gələcəyi necə olacaq? Kəndlinin özü özünə verdiyi narahat edici suallar bunlardır. Bəzən məmur düşüncəsində, özü də o məmur ki, Azərbaycanda harunlayıb, o qədər yeyib ki, qarnı da şişib, boynu da yoğunlayıb. Söhbət həmin məmurlardan gedir. Bəzən həmin məmurların düşüncəsində bir yanlış yanaşma olur. Elə bilirlər ki, kənd adamı sadəcə ona deyiləni qəbul etməlidir. Amma kəndi savadsız, düşüncəsiz insan deyil. Onun əllərinin qabarı, onun alnının təri sizdə onun haqqında savadsız, düşüncəsiz yerdə qalmış bir fikir formalaşdıra bilər. İlham Əliyev, Mehriban Əliyeva və sizlərin tasmasını tutduğunuz deputatlar, milli örüşün axurunda saman o toplayan deputatlar. Sizlər kəndləri belə görə bilərsiniz. Lakin kəndinin əlinin qabarlı olması, onun alnının tərli olması, əynindəki paltarlardan toz torpaq tökülməsi bu kəndinin savadsız düşüncəsiz olması demək deyil. Kəndi sizdən daha yaxşı düşünür, kəndi sizdən daha yaxşı bilir. Ona görə kəndinin torpağını əlindən almağa çalışmayın. Kəndi illərlə təbiətlə mübarizə aparıb, məhsul yetişdirib, ailəsini dolandırıb, o torpağın nə vaxt qaldığını bilir, hansı toxumun nə vaxt əkildiyini də ona yuxarıdan aşağı baxmaq böyük səhvdir. Nəinki səhvdir? Böyük alçaqlıqdır, böyük şərəfsizlikdir, ləyaqətsizlikdir. Torpaq məsələsi elə bir məsələdir ki, burada xalqın səsi əsas olmalıdır. Çünki torpaq xalqın həyatıdır. Xalqın əsas hissəsi olan kəndlinin həyatıdır. Bu məsələdə belə olacaq deməklə yox, siz nə düşünürsünüz sualı ilə başlamaq lazım idi. Siyavuş Novruzov, sənə bir zəhmət, tasmanı tutana bax, eləcə də çatdı. Eləcə də çatdı ki, Aybəniz İlqar belə dedi. Təbii ki, sənin tasmanı tutan İlham Əliyevlə Mehriban Əliyevanın tasmasını da Putin tutub. Ağızları nədir? Putinin bir dediyini iki edələr.